Salam uşaqlar, bugünkü mövzumuz sözün quruluşca növləri. Uşaqlar, sözün quruluşca 3 növü var. Sadə, düzəltmə və mürəkkəb. Sözün quruluşca növləri sadə, düzəltmə və mürəkkəb. Sadə sözlər bir kök və qrammatik şəkilçidən ibarət olur. Sadə sözlər bir kök və qrammatik şəkilçidən ibarət olur. Düzəltmə sözlər bir kök və leksik şəkilçidən ibarət olur. Düzəltmə sözlər bir kök və leksik şəkilçidən ibarət olur. Mürəkkəb sözlər iki və daha artıq sadə sözün birləşməsindən yaranır. Mürəkkəb sözlər iki və daha artıq sadə sözün birləşməsindən yaranır. Sadə sözlər: məktəb, kitablar. Gördüyünüz kimi bunlar qrammatik şəkilçidir. Yəni bu söz sadə sözdür. Məktəb, kitablar, uşaq, şagirdlər, evdə, meşələr, qələmi, sözlər, dəftərə, əşyalar, paltarım, çantamız, qutu, nağıllar. Bu sözlər hamısı sadə sözlərdir. Çünki bunlara əlavə olan şəkilçilər qrammatik şəkilçilərdir. Mürəkkəb sözlər ilə davam edirik. Mürəkkəb sözlər bitişik və ya defislə yazılır. Mürəkkəb sözlər bitişik və ya defislə yazılır. Bitişik yazılanlar müxtəlif mənalı sözlərin birləşməsindən yaranan sözlər. Bitişik yazılanlar müxtəlif mənalı sözlərin birləşməsindən yaranan sözlər. Məsələn, çoban yastığı, bağa yarpağı, su iti, əl üz yuyan, yarımada və s. Defislə yazılanlar yaxın mənalı sözlərin birləşməsindən yaranan sözlər. Məsələn, toyuq cücə, dəftər kitab, söz söhbət, yorğan döşək və s. Əks mənalı sözlərin birləşməsindən yaranan sözlər. Gec tez, gecə gündüz, az çox, isti soyuq, böyük kiçik. Gördüyümüz kimi bunlar defislə yazılır. Eyni sözün təkrarından yaranan mürəkkəb sözlər. Axşam axşam, səhər səhər, tez tez, isti isti və s. Bir tərəfi ayrılıqda işlənə bilməyən sözlərdən yaranan sözlər. Zir zibil, əzik üzük, bəzək düzək, mer meyvə və s. Əvvəlinə qeyri sözü artırılaraq yaranan sözlər. Qeyri dəqiq, qeyri səmimi, qeyri adi, qeyri müəyyən və s. Gördüyümüz kimi bunlar hamısı defislə yazılır. Bitişik yazılanlar isə müxtəlif mənalı olan sözlərdir. Gördüyümüz kimi burada qeyd var. Yazılışında iki və daha artıq söz olan saylar ayrı yazılan mürəkkəb saylardır. Məsələn, 15, 24, 42 bunlar da mürəkkəb saylardır. Davam edirik. Kök və şəkilçi. Söz ibarət olur kök və şəkilçidən. Sözün ayrılıqda işlənə bilən və mənalı hissəsinə kök deyilir. Sözün ayrılıqda işlənə bilən və mənalı hissəsinə kök deyilir. Sözün ayrılıqda işlənə bilməyən və mənası olmayan hissəsinə şəkilçi deyilir. Sözün ayrılıqda işlənə bilməyən və mənası olmayan hissəsinə şəkilçi deyilir. Bir kökə bir neçə şəkilçi qoşula bilər. Dilimizdə bir qayda olaraq əvvəl kök, sonra isə şəkilçi gəlir. Məsələn, məktəbli, məktəbli, dənizçi, dənizçi. Ad bildirən söz, li əlamət bildirən söz yaranır. Yəni ad bildirən sözə l, li, lu, lü şəkilçisini artırsaq, əlamət bildirən söz yaranır. Məsələn, duz, duzlu, su, sulu, maraq, maraqlı və s. Söz plus ç şəkilçisi olarsa, yeni söz, daha çox peşə bildirən isimlər düzəlir. Məsələn, dəniz sözünə ç şəkilçisi artıranda dənizçi, çəkmə, çəkməçi, balıq, balıqçı. Qeyd. Dilimizdə sözün kökündən əvvəl gələn şəkilçilər də vardır. Məsələn, na, bi, ba, la, a, anti və s. Məsələn, narahat, bixəbər, la məkan, anormal və s. Belə şəkilçilərə ön şəkilçilər deyilir. Leksik və qrammatik şəkilçilərlə davam edirik. Leksik və qrammatik şəkilçilər. Şəkilçilər vəzifəsinə görə iki növə bölünür. Leksik söz düzəldici və qrammatik söz dəyişdirici. Yəni leksik şəkilçi yeni söz düzəldir. Qrammatik şəkilçi isə sözü dəyişdirir. Yəni mənası dəyişmir. Qrammatik şəkilçilər sözün yalnız formasını dəyişdirir. Mənasında isə heç bir dəyişiklik baş vermir.
Qrammatik şəkilçilər sözün yalnız formasını dəyişdirir, mənasında isə heç bir dəyişiklik baş vermir. Bu şəkilçilər söz birləşmələrində və cümlələrdə sözlər arasında qrammatik əlaqə yaradır. Buna görə də həmin şəkilçilər qrammatik şəkilçilər adlanır. Məsələn, kitab, kitablar, lar qrammatik şəkilçidir. Nağıl, nağılda, da qrammatik şəkilçidir. Park, parkın. Gördüyümüz kimi sözün mənası dəyişmir. Beləliklə, bu sözlərin mənalarında heç bir dəyişiklik baş vermədi. Sadəcə sözün forması dəyişdi. Buna görə də qrammatik şəkilçilər həm də söz dəyişdirici şəkilçilər adlanır. Leksik və qrammatik şəkilçilər söz köklərinə qoşularaq yeni mənalı sözlər yaradan şəkilçilər leksik şəkilçilər adlanır. Söz köklərinə qoşularaq yeni mənalı sözlər yaradan şəkilçilər leksik şəkilçilər adlanır. Leksik şəkilçilər qoşulduğu söz köklərindən yeni mənalı sözlər düzəldir. Yəni onun mənasını dəyişdirir. Buna görə də leksik şəkilçilər həm də söz düzəldici şəkilçilər adlanır. Ön şəkilçilər na, bi, la, antidə leksik şəkilçilərdir. Uşaq yadımızda saxlayan ön şəkilçilər də leksik şəkilçilərdir. Məsələn, gül müxtəlif rənglərdə olan ətirli bir bitkidir. Üzərinə çü şəkilsini artırsaq, gülçü, gül əkməklə, gül becərməklə məşğul olan adam olur artıq. Yəni sözün mənası dəyişir. Çörək undan bişirilən qida məhsuldur. Üzərinə çi şəkilsi artırsaq, çörəkçi, çörək bişirib satmaqla məşğul olan adam. Yəni bildiyimiz kimi çı, çi, çü, çü şəkilsi artırılan sözlər daha çox peşə mənalarını bildirir. Uşaqlar, gəlin eyni köklü sözlər ilə davam edək. Eyni kökdən əmələ gələn sözlər eyni köklü sözlər adlanır. Eyni köklü sözlər düzəltmə olur. Eyni köklü sözlər düzəltmə olur. Eyni köklü sözlər leksik şəkilçilər vasitəsilə də düzəlir. Yox. Yəni deyə bilərik ki, eyni köklü sözlər yalnız leksik şəkilçilər vasitəsilə düzəlir. Eyni köklü sözlərə qohum sözlər də deyilir. Gülüstan, gülçü, güllük, güldan. Yəni gördüyümüz kimi sözün kökü güldür. Hər biri ad bildirən gül sözündən düzəlib. Bağça, bağban, bağlıq, bağsız. Hər biri ad bildirən bağ sözündən düzəlib. Davam edirik. Sözün başlanğıc formasına axırıncı leksik şəkilçi daxil olmaqla qrammatik şəkilçiyə qədər olan hissəsi daxildir. Sözün başlanğıc formasına axırıncı leksik şəkilçi daxil olmaqla qrammatik şəkilçiyə qədər olan hissəsi daxildir. Kök. Sözün kökü kitab, qələm, qız. Söz dəyişdirici qrammatik kitablar, qapıda. Söz düzəldici leksik kitabça, qapıdakı. Başlanğıc forması kitabçı. Yəni leksik şəkilçi daxil olmaqla sözün başlanğıc forması sayılır. Qrammatik şəkilçiyə qədər olan hissə. Gördüyümüz kimi leksik şəkilçi bu işarə ilə göstərilir. Qrammatik şəkilçi bu işarə ilə göstərilir. Yəni sözün başlanğıc forması leksik şəkilçi daxil olmaqla olan hissəsidir. Bugünlük bu qədər uşaqlar. Gələn dərslərimizdə görüşərik.